Salam, gəlin Lırmo və RFM-in suallarından bir neçəsinə baxaq. Yəni bir sualına baxaq, maraqlı sualdır amma burada görürük ki, bərabərlik verilib, daha doğrusu bu verilibdir. Bir də ki, y soruşur. Buradan yaza bilərik ki, x çıxaq 1 3k'dır. Y üzərinə gəlinsin 2 5k və z çıxılsın 3-də 7k'dır. Deməli, buradan bərabərliklərdən alındı ki, yəni dəyişək x 3k üstə gəlinsin 1, y 5k çıxılsın 2, z isə nədir? 7k üzərinə gəlinsin 3-dür. Və indi bunu burada yerinə qoyuruq. 2-yə vursaq 6k üstə gələk 2, üstə gəlinsin 5k çıxaq 2, çıxılsın işarə dəyişəcək 7k çıxaq 3, 5. Mənfi müsbət 2 islah olundu. 4k eləyir 8, k-mız 2. Bizdən y soruşurdu. Burada gətirib yerinə qoysaq y-imiz 8 çıxar. D variantı.